Əslində biraz təqdimatlarda düşünürəm ki, həmişə bir əksiklik olubdu. Məsələn, siz indi deyirsiniz, mənə aydın olur, amma mən Afrikanı mənim gördüklərimdən, misal üçün daha aşağı büdcəyə sahib, ondan sonra alıcı qüvvəsi çox zəif olan, mütəmadi olaraq işçi qüvvəsinə cəlb olunub sanki əhali, amma siz demişkən təhsildir, zəifçiliyi burada görsənir. Amma indi birdən-birə bizim belə bir çıxış eləməyimiz əslində sahibkarların özü üçün belə bir effekt olacaq. Necə ola bilər? Bunun altını düşünürəm ki, çox doldurmaq lazımdır. Çünki təsəvvürlər belə olmayıb bu haqda. Məlumat da az olub. Təsəvvürlər də olmayıbdı. Afrika anlayışına bağlı mən bir çoxları Afrikanı bir ölkə kimi biliblər. Yəni biz yenidən bu sorğunu keçirdəndə Afrika bir qitədir. Müstəqil 54 ölkədən ibarət olan bir qitədir. Bayaq dediyimiz kimi də rəsmi olaraq 1 milyard yarım, qeyri-rəsmi 2 milyarda yaxın əhalisi olan bir qitədir. Və təsəvvür edin ki, və bu qitə 2100-cü ilə qədər artıq 5 milyarda yaxın əhalisi olacaq proqnoz var belə bir. Və təsəvvür edin ki, bu əhali həqiqətən də hər gün bizim kimi qidalanırlar. Birinci nüfuzdan baxsaq, Nigeriyanın özünün bugün 220 milyon əhalisi var. 2100-cü ildə Nigeriyanın özündə 800 milyon üstü əhali proqnozlaşdırıb. Və təsəvvür edin, bu əhalinin gündəlik tələbatı var və bu gündəlik tələbatı ödəmək lazımdır. Bayaq dediyim kimi, bəli, biz bilirik ki, Çin dövlətinin orada bir təcrübəsi var. Bütün o infrastruktur, bütün o ölkələrdəki portlar, bütün dəniz limanları, hər bir bunlar hamısı Çin Xalq Respublikasının belə deyim, nəzarəti altındadır və bu işlər, bu nahəng layihələr o ölkə tərəfindən qurulur. Yani şöyle yavaş yavaş Amerika zaten elini çekti Afrika üzerinden. Şimdi bazı ülkelerde Fransa'yı dışlamaya başladı. Daha Fransa karşıtı darbelerle yeni hükümetler, daha özgürleştirici hareketler olan yerler var. İngiltere'yi de tamamen resimden çıkarttığımız zaman Amerika'dan kalan o silah teçhizat talebini Rusya karşılamaya başladı. Fransa ve İngiltere'nin altyapı ve o inşa görevlerini de daha çok Çinliler almaya başladı. Bunu nasıl yapıyorlar? Çin'in muazzam bir finans gücü var. Çin orada bir proje yapacağı zaman ilk önce havaalanı yapacak örneğin. Çin İnşaat Bankası'nı götürüyor, lisans alıyor. O banka üzerinden kredi sağlıyor Afrika ülkesine. Yine belli bir oranda %50, %60 Çinli işçi çalıştırarak o projeyi yapıyor. Belli bir süre işletip devlete teslim ediyor. Bu süre içinde de devletin o kredileri geri ödemesini bekliyor. Birkaç örnekte Gabon'da yanlış hatırlamıyorsam oldu. Havaalanı kredisini geriye ödeyemediği için hükümet taksitlerden bir veya iki tanesini Çin direkt gidip o havaalanına işletmesine el koydu. Şimdi Afrika bunu da istemiyor. Yani ne yumuşak güç ne kolonyal güç hiçbir şekilde baskı altında yaşamayı kabul etmeyen aslında bir toplum. Afrika toplumu. O yüzden Türkiye'nin ve Türk Cumhuriyetlerinin oraya giderken beraber kazanalım, birlikte iş yapalım. Birlikte iş yaparken de bizdeki know-how, teknoloji ve o birikmiş olan tecrübeyi sizlerle paylaşalım şeklinde gittiğimiz için bizi çok seviyorlar. Örnek vereyim size. Şu anda çoğu Afrika ülkesinin üst yönetimine, devlet yönetimine, kademelere ve iş hayatına gelmiş olan Afrikalıların birçoğu Türkiye'de okumuş ve ülkesine geri dönmüş kişiler. Birkaç hafta önce bir Anadolu Ajansı'nın haberinde gördüm. Gambiya'da devlet askeriyeye Türkçe eğitimlere başladı. Yani askeriyede askerlere Türkçe öğretiyorlar. Bu ne demek oluyor? İleriye dönük Türkiye'yi stratejik bir ortak olarak görüyorlar ve kendi ordularında Türkçeyi bir dil, yabancı dil olarak öğretmeye başladılar. Ya bu bizler için aslında büyük avantaj. Bunları kullanmamız, iyi değerlendirmemiz gerekiyor. Mən burada Okan bəyin sözünə bir qüvvət demək istəyərdim ki, bizim bəli hədəflərimizdən biri də Azərbaycan universitetlərində Afrikadan tələbələri cəlb eləməkdir. Ona görə ki, təsəvvür edin ki, həqiqətən də 4 ildən sonra sizin Azərbaycanda yaşamış, Azərbaycan mədəniyyətini, tarixini bilmiş bir Afrikalı var. Və Afrikalı artıq buradan gedərkən Azərbaycanı sevmiş, Azərbaycanda əlaqələr qurmuş, dostluq qurmuş və mütləq olar ki, bu bir
bir neçə ildən sonra bu bizə bir geri dönüş edəcək. Ona görə ki, artıq bunun içində bir sevgi var. Təhsil illəri Azərbaycanda keçmiş. Azərbaycandakı dostlarınla harda nə yapacağı bəlli deyil. Sabah böyük bir ticarət üçün bu əlaqə çox mühüm bir rol oynaya bilər. Yəni təhsil alıb hardasa hansısa bir böyük vəzifə sahibi ola bilər. Mütləq olaraq ki, Azərbaycanda təhsil almağı o bizim Azərbaycanımız üçün hər bir sahədə olaraq, yəni həm mədəni tərəfdən, həm təhsil tərəfdən, həm iqtisadiyyat tərəfdən, siyasi tərəfdən də bizə bir belə deyim, bizə bir yardımcı olacaqdır. Bu bizim əsas bu təşkilatımızın da sözün açığı istiqamətlərindən biri də bizim universitetlərə Afrikadan tələbələri cəlb eləməkdir. Bildiyiniz kimi bizim təhsil səviyyəmiz ildən ilə artır və bizim universitetlərin artıq diplomları bir çox ölkələrdə tanınır və bizim də təhsil barədə praktikamız da artıq bir çox ölkələr üçün örnəkdir. Niyə də biz Afrikadan tələbələri cəlb eləməyək? Mən bunu Rusiyada olanda gördüm. Gördüm ki, orada Afrikalılar çox gözəl rus dilində danışırlar. Bəli. Çox gözəl rus dilində danışırlar. Təbii orada uzun illərin, yüz illərin bir tarixi var. Amma biz də bunu niyə başlamayaq?